Salam əziz Atbu TV izləyiciləri. Mən Ləman. Ekranlara yaxın əyləşin. Çünki mənim təqdimatımda Qalibsən efirdədir. Azərbaycanın ən böyük su anbarı hansıdır? Mingəçevir su anbarı. Bəli, doğrudur. Dünyada ən geniş yayılmış din hansıdır? İslam. Xeyr, yanlışdır. Azərbaycanın ən böyük su anbarı hansıdır? Mingəçevir su anbarı. Tamamilə doğru. Dünyada ən geniş yayılmış din hansıdır? Xristian dini. Doğrudur. Eurovision mahnı müsabiqəsində Azərbaycan hansı il qalib olub? 2013-cü ildə. Xeyr, səhvdir. Ben artık gidiyorum koçum. Yolcu yolunda gerek. Azərbaycanın ən böyük su anbarı hansıdır? Mingəçevir su anbarı. Bəli, tamamilə doğrudur. Dünyada ən geniş yayılmış din hansıdır? Xristian dini. Bəli, doğrudur. Eurovision mahnı müsabiqəsində Azərbaycan hansı il qalib olub? 2012. Xeyr, səhvdir. Azərbaycanın ən böyük su anbarı hansıdır? Mingəçevir su anbarı. Doğrudur. Dünyada ən geniş yayılmış din hansıdır? Xristianlıq dini. Tamamilə doğru. Eurovision mahnı müsabiqəsində Azərbaycan hansı il qalib olub? 2011-ci il. Düz cavab. Avropanın ən uzun çayı hansıdır? Volqa çayı. Tamamilə düz. Dünyanın ən böyük tropik səhrası adı nədir? Böyük səhra. Doğrudur. Hızlı olma, tamam mı? Çok hızlısın. Biraz yavaş. Çok hiperaktif Ebrar, bildiğiniz gibi değil. Bir dönəmə öz damğasını vuran tanınmış Anna Karenina əsərinin müəllifi kimdir? Agatha Christie. Xeyr, səhvdir. Əziz izləyicilərimiz, bu dəfə sizə də sualımız olacaq. Rəylərdə doğru cavab verənlər arasında təsadüfi seçilən bir nəfərə hədiyyəmiz də olacaq. Sualımız isə belədir. O hansı heyvandır ki, tək ayaq üstündə durduqda daha az enerji sərf edir və onun lələkləri çəhrayı və qırmızı rəngdədir? Azərbaycanın ən böyük su anbarı hansıdır? Mingəçevir su anbarı. Bəli, doğrudur. Dünyada ən geniş yayılmış din hansıdır? Xristian. Bəli, doğrudur. Eurovision mahnı müsabiqəsində Azərbaycan hansı il qalib olub? 2016. Xeyr, səhvdir. Azərbaycanın ən böyük su anbarı hansıdır? Mingəçevir. Bəli, düz cavab. Dünyada ən geniş yayılmış din hansıdır? İslam dini. Xeyr, səhv cavabdır. Dünyada. Bir daha salam Sadiq bəy. Salam. Videomuzda iştirak etdiyiniz üçün sizə təşəkkür edirik. Xoşdur, mən təşəkkür edirəm. Ən çox suala siz cavab verdiyiniz üçün sizi mükafatlandırırıq. Buyurun. Sağ olun. Bugünkü verilişimizin sonuna gəldik. Bugün Atbu'nun ikinci korpusundaydıq. Əgər gələn dəfə sizin korpusda olmağımızı istəyirsinizsə, videomuzu bəyənib, rəylər bölməsində fikrinizi bildirməyi unutmayın. Hələlik!